Hər vaxtınız xeyir olsun dostlar və qardaşlar. Baysan Texnik komandası adından sizləri salamlayırıq. Bu da növbəti mənzil. Növbəti mənzilin də inşallah montaj sistemini tamamladıq. Qaldı burada bizim isti döşəmə sistemi. Bugün inşallah ustalar beton işinə başlayır. Beton yekunlaşandan sonra biz isti döşəməni çəkəcəyik. Mənzil 70 kvadratdan ibarətdir. Mənzil hamısı isti döşəmə olacaq. Kombini bazasına görə bu hissədə, balkonda bu hissədə yerləşdirdik. Bu isti döşəmənin kollektoru, bu naqillər isə otaq termostatlarından gələn naqillərdir. Burada aktuatorlara qoşulmaq üçün bu bizim offshore filtrimiz, hidrozərbə, manometr. Burada 2 ədəd çıxış vermişik. Bu çıxışlar isə su yumşaldıcı olacaq mənzildə, onu qoşmaq üçün su yumşaldıcıya çıxışlar vermişik. Deməli, işimiz buradan davam edir. Bura mənzilin mətbəx hissəsidir. Mətbəxdə də isti soyuq su kanalizasiya çıxışları səliqəli şəkildə verildi. Və növbəti buradan davam edirik. Düz xətt üzərində. Bura mənzilin giriş hissəsidir. Burada paltaryuyan yerləşir. Burada şkaf olacaq. Şkafın alt hissəsində paltaryuyan. Paltaryuyanın da kanalizasiya çıxışı və soyuq su çıxışı verildi. Bura isə mənzilin sanuzelidir. Bir ədəd sanuzel var. Burada moydadır yerləşir. Bu hissədə unitaz yerləşir. Bu hissədə isə mənzilin, sanuzelin duş kabini. Burada da divar içi kranklarımız, su çıxışları urvinlə, lazerlə səliqəli şəkildə quraşdırılıb. Kanalizasiyamız gözəl bir şəkildə çəkilib. Allah ev sahibinin xeyrini versin inşallah. Beton qurtarandan sonra isti döşəməni çəkəcəyik. Vaxtınızı ayırdınız, izlədiniz. Haqqınızı halal edin. Növbəti mənzildə inşallah görüşmək ümidi ilə yenə də gözəl çəkilişlərimiz olacaq. Gözəl işlərimiz, gözəl çəkilişlərimiz.